yoldan deməli Oğuz rayonuna 254 kilometr. Aha. Biz deməli buradan gedirik Dəymədərə kəndinə. İnşallah hardasa 2 gün yəqin ki biz Oğuzda olacağıq. İndi oradan hər hansısa bir rayona və yaxud hər hansısa bir kəndə gedəcəksə, nə varsa hamısını çəkəcəyik inşallah. Sağlıq olsun, bizə uğurlar olsun inşallah. İnşallah yol boyu çalışacağıq ki, çəkilişlər edək. Sağlıq olsun. Əziz dostlar, əziz yoldaşlar, Azərbaycanın dilbər, gözəl köşələrindən olan Şamaxı şəhərindəyik. Yəni yolda belə rayon, kənd və şəhərlərimizi çəkəcəyik inşallah. Yəni buranı da çəkib göstərmək istədik. İndi yolumuz inşallah davam edir. İnşallah gözəl yerlərdə, gözəl mənzərələrdə dayanacağıq. İndi biraz ara verdik. İstirahət verdik özümüzə. Yol fasiləsi verdik. İndi Şamaxıda dayandıq. Biraz burada Şamaxı şəhərində havasını qəbul edib, sonra yolumuza davam edirik inşallah. Şamaxıdan Kamran o tərəfə görəsən nə qədər yolumuz qalıb? Yəqin ki 1-2 saatlıq qalır, hə? 2 saatlıq qalıb. 2 saat yolumuz qalıb. Fasilə verək inşallah biraz. Sonra yenə yolcu yolunda gərək inşallah. Sağlıq olsun. Yolumuza davam edək İnşallah. Hə Kamran, biz yolumuza davam edirik. Bura hansı ərazidir Kamran? Bura İsmailli Qaraməryəm yoludur, Şəki yolu. Hə, lap gözəl. İndi İsmaildə yaxaladır da. Bura keçən il gəlmişdim, yol daşlığı idi, çox nahamar idi. Burada təmir işləri gedirdi. İndi asfalt çəkiblər, yol qəşəng hamar. Yollarımız yaxşıdır. İndi rahat gəlib getmək olur. Hə, əziz dostlar, biz yenidən bura gəldik. Biz bir həftə bundan qabaq burada olmuşduq. Bura İsmailli rayonunun Buynuz kəndidir. Bu gözəl mənzərə həqiqətən də yəni Azərbaycanda çox təşviş yerlərdə var. Ağacların bu cür forması Rusiyada Yasnaya Polyana deyilən bir yeri var. Buranı ora bənzədirik. Həqiqətən də bura çox gözəl mənzərədir. Bura haqqında ətraflı danışmışam, öz YouTube kanalımda var. İndi də buradan keçəndə burada saxlayıb burada bir video çəkmək elə bildim ki, özünə bir borc kimi, bir nə bilim, ruhun qidasıdır bura. Bir mənəvi qida alır insan buradan. Çox möhtəşəm, çox qəşəng. Hə Kamran, bura Gedmançay sahilində yerləşir. Quşların səsi bura məxsusi bir gözəllik verir. Yalnız gözümüzü yumub təbiətin səsini dinləmək də kifayət edir burada. Qaldı ki, elə bu gözəllikləri görəsən. Bu ağacların hündürlüyünü bir dənə çək göstər. Çox hündür ağaclardır. Mən bayaq qeyd elədim, Rusiyada Yasnaya Polyana var. Orada da belə bu tipdə ağaclar orada görmüşük biz. Çox gözəl görüntüdür, çox gözəl. Maraqlı bir yerdir. Mən belə düşünürəm ki, hər bir ağac, hər bir yer, hər bir yurt, hər bir torpaq nələrinsə şahidi olur. Yəni əslində bunlar canlı şahidlərdir. Ağaclar canlıdır. Burada yaşayan insanlar, burada müdrik şəxsiyyətlər, dahi şəxsiyyətlər çıxıbdır. Yəni bu ağaclar çox hallara, çox işlərə, çox hadisələrə şahid olublar. Bunlar qədim ağaclardır. Bunların yaşları, xeyli yaşları var. Bunların xeyli yaşları var və görkəmləri də çox qeyri-adidir. Gözəldir, çox maraqlıdır. Bura gəlməyi həqiqətən də yəni açığın desəm ki, biz düşünmürdük amma elədirmi? Biz düşünmürdük bura gələrik. Yəni heç ağlımıza gəlmirdi. Təzə gəlmişdim mən bura. Bir həftə idi.
Keçdim və Xeyr, yenidən burada düşünmürəm. saxlayıb. Yəni buradan 10 dəfə də buradan keçsəm hansısa rayona, yenə də burada saxlayıb bu gözəlliyi görməyə dəyər. Buranı görməyənlər, buranı bilməyənlər mütləq bura gəlib ən az ömründə bir dəfə də olsun buranı görməlidir. İsmaillının Buynuz kəndi. Əziz izləyicilərimiz, biraz öncə qardaşım Emilin qeyd etdiyi kimi, bura İsmaillının Buynuz kəndidir. Şəhərin o səs-küyündən, qaça-qaçından sonra insan bura gələndə anlayır ki, əslində yaşamaq tələsmək yox, sadəcə nəfəs almaqdır. Təbiət heç yerə tələsmir, amma hər şey vaxtında baş verir. Hərdən sadəcə dayanmaq, bu sükutu dinləmək lazımdır. Çünki ruhumuzun axtardığı bütün sualların cavabı bax bu sakitlikdə gizlənir. Bir öten sevgini unutabilsem, gönlümü sevginle unutabilsem, bir akşam yanına kayıdabilsem, bağışla, bağışla, beni bağışla. Bir akşam yanına kayıdabilsem, bağışla, bağışla, beni bağışla. Bağışla qapını döyabilmirəm, bağışla sevirəm deyabilmirəm, özümdə bilmirəm, niyə bilmirəm. Bağışla, bağışla, məni bağışla. Bağışla, bağışla, beni bağışla. Bir sönen ocağın külüne yanma, ömrümün ayrı
bağışla. Bağışla beni. Üzüntüsünden gelmeler inanma. Bağışla, bağışla, beni bağışla. Əziz dostlar, əziz yoldaşlar, biz Bakıdan Yasamaldan 235 kilometr yol gəldik və biz artıq Oğuza çatdıq. Artıq Oğuz rayonundayıq. Deməli biz yolun kənarı ilə gəlirdik. Burada gözəl atlar gördüm. Mən ümumiyyətlə heyvan sevirik. Biz heyvanları çox belə deyək, xüsusi diqqət ayırıram mən, çox sevirəm. Burada atlara baxan insan var, baxıcı var, atlara baxan. O gözlərin rəngi fərqli. Gözü ağdır. Hə. Gözünə bax ağdır, gözü qaradır. Bir gözü ağdır, bir gözü qaradır. Hə, ona görə bunun adını biz alagöz deyirik. Allah gözəl. Dişi atdı da bu. Dişi. Bu dişidir. Hə. Çox sevirəm atları. Özü vəfalı olurlar, çox gözəl olurlar. Bu atımız da Qarabağ atıdır. Qarabağ atı. Hə, gedək ona da yaxın. Qarabağ sortu heyvanıdır, Qarabağ sortu. Bu atın növü nədir? Qarabağ sortudur, bu heyvan Qarabağ sortudur. Bu yani görsən o birisi heyvanın boyundan, bunun boyunda, hündürlüyündə nə boyda fərq var. Çox, hə, bu Qarabağ atıdır da. Qarabağ. Bu Qarabağdan mı gəlib, yoxsa Qarabağ hardan atı. gəlib? Sırf Qarabağdan, bax bunun üstünə bax şimdi. Buradan pes atacaq. Rəqəmi zad da var, bax üstündə bax. Pes atı da var, bax, şu üzərindəki Qarabağdan gəldiyi təsdiq. Yəni təsdiqləmək üçün olan bir şeydir. O ağzında ot var, deməli, yemir də, dayanır. Indi başa ki maraqlıqla sizə baxın, bir nə arırlar aldı. Çox gözəl. Bu çox sakitdir ha, və yaxşı biraz. Sakitdir, atlarımız hamısı sakitdir. Sən müştəri üçün olan heyvanlardır. Bunlar satılır. Yox, bunu satılmaz. Yəni yemək üçün. Yəni hələ bir 3-4 balalısı var, onları içəri salmışlar. Gələrmişsən, youtuberlər çox gəlir, blogerlər çox gəlirlər, həm minirlər, həm şəkil zat yetirirlər belə. Lap gözəl, lap gözəl. Yox, maraqlıdır. Təşəkkür edirəm sizə, vaxt Çox ayırdığınız sağ ol, üçün. çox Allah sağ ol, razı mən olsun. təşəkkür edirəm. Çox gözəldir, çox xoşdur, həqiqətən də. Allah köməyiniz olsun, Sağ təşəkkür ol, edirəm sağ ol, sizə, çox çox sağ olun, sağ ol. var Sağ olun, ol, çox sağ sağ ol. olun. Sağ olun.
Hə, bunlar fındıq ağacları deyil mi? Hə, deməli bu şirin alçadır. Tamam. O əslində turşu qoymaq üçün yaxşıdır, tutmalıq. Bayaq ki, hə. Amma yemək üçün bu çox əladır. Gözəl. Mən bunu toplaya bildim. Ay maşallah, əməlli dərimiz. Yayda cızlama istilər olur, ha deyək ki, 40 dərəcə, 38 dərəcə. Bu suyun analogu yoxdur, buz kimi olur. Neçə metr yerin altından çıxır? 150 metrə dərinlikdə. 150 metr. 150 metrə. Buradan gelir akır buradan. Kamran, deməli dünənləri biz buraya daxil olanda bu atlar buradaydı. Biz bunlarla görüntü, kadr çəkdik. Yağış başlayır. Atların yeri buradır. Biz Bakıya hal-hazırda yola düşdük. Əziz izləyicilərimiz, biz hal-hazırda Oğuzun Dəymədərə kəndindən çıxdıq. Bizi yol aldıq Bakıya doğru. İnşallah sağ-salamat. İnşallah yol 245 kilometr göstərir. Dəymədərədən düz Bakıya gedirik Yasamala. İnşallah yolumuz açıq olsun. İnşallah gələn dəfə başqa rayonları, başqa kəndləri, başqa bölgələri gəzsək, yenidən çəkiş edib sizlərlə paylaşacağıq. Əslində bu paylaşımlarımız yəni sırf reyting xatirinə filan üçün deyil. Bunlar özümüz üçün çəkib, özümüz də bu video materiallara baxıb bundan zövq alırıq və həmən anları bir daha yaşamış oluruq. İnşallah yolumuz Bakıyadır. İnşallah.